ilə əlaqədar vəsatət verildi məhkəmə tərəfindən. Çünki orada bugünkü məhkəmə iclasında müdafiə tərəfi məhkəmə iclas protokoluna dair qeyd və əlavələrini verdi. Məsələ ondan ibarətdir ki, bu iş üzrə hökm yanvar ayının 25-də çıxarılıb, ancaq qanunvericiliyin tələbinə zidd olaraq məhkəmə iclasının protokolu yalnız 4 aydan sonra hazırlanıb və müdafiə tərəfinə təqdim olunubdur. Halbuki cinayət prosesi məcəllədə məhkəmə iclas protokolunun 3 gün ərzində hazırlanması və iclas protokolu ilə tanış olmaq hüququ olan şəxslərə təqdim edilməsi nəzərdə tutulur. Və biz may ayının 1-ci 10 günlüyündə məhkəmə iclas protokoluna tanışlığa başladıq, ancaq bizim protokollarla tam şəkildə tanış olmamıza imkan verilmədi. Bakı Ağır Cinayətlər Məhkəməsi işi dərhal baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Və ötən müddətdə biz məhkəmə iclas protokoluna dair qeyd və əlavələrimizi hazırladıq və bu günləri Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasına təqdim etdik və məhkəmə iclasında qaldırdığımız vəsatətin də mənası məzmunu bundan ibarət edir ki, bu protokollara baxılıb qərar qəbul edilmədən bu iş üzrə apellyasiya şikayəti aparıla bilməz və apellyasiya şikayəti üzrə məhkəmə baxışı hərəkətsiz saxlanmalıdır və məhkəmə müşavirə getdi və vəsatətimiz təmin olundu. Təxmin edirəm ki, bir ay yarımdan sonra məhkəmə iclası davam etdiriləcək. Bu iş protokola dair qeyd və əlavələrimizin qəbul və yaxud rədd edilməsi qərarından sonra. Müdafiə etdiyiniz şəxslərin saxlanma vəziyyəti, səhhəti necədir? Müdafiə etdiyim şəxslərin saxlanma şəraiti, onlar bu vaxta qədər Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət Prosesi Məcəllələrinin və cəzaların icrası məcəlləsinin tələbinə uyğun olaraq. Bəzilərinin səhhətində problem var. Təbii ki, bu problem həm onların saxlanması zamanı bundan verilən işgəncə, həm də sonradan baş mütəşəkkil cinayətkarə qarşı mübarizə idarəsində uzun müddət verilən işgəncələrlə bağlı ağrılardır, səhhətlərində olan ağrılardır. Və bu, təbii ki, digər tərəfdən keyfiyyətli tibbi xidmət də yoxdur Bakı İstintaq Təcridxanasında. Ona görə bu cür vaxtaşırı problemlər özünü göstərir və güman edirik ki, bəzilərinin əməliyyata ehtiyacı var, xüsusən Müzəskərovun və Şamil Əbdüləliyevin tibbi müalicəyə və tibbi əməliyyata ehtiyacı var. Onların bədənində bir vaxta qədər güllə yarası durur. Bununla bağlı müraciət eləmişik, ümid edirik ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi müsbət cavab verəcək. Yazım bəy, bu protokola qeydləriniz nə ilə bağlıdır? Biz məhkəmə iclas protokolundan tam şəkildə tanış ola bilmədik, bir hissəsi ilə tanış olduq. Dediyim kimi, məhkəmə buna şərait yaratmadı və imkan vermədi və protokollarla tanışdıq zamanı məlum oldu ki, protokollar təhrif olunub və tam şəkildə bəziləri isə tam şəkildə əks olunmuyor. Yəni, məhkəmə prosesində baş verənlər tam şəkildə əks olunmuyor. Xüsusən, müdafiə tərəfinin zərər çəkmiş şəxslərə verdiyi suallar, həmin suallara zərər çəkmiş şəxslərdə baş mütəşəkkil cinayətkarə qarşı mübarizə idarəsinin zərər çəkmiş şəxs elan edilmiş əməkdaşları tərəfindən verilən cavablar tam şəkildə əks olunmuyor. Və bununla bağlı biz protokola böyük həcmdə qeydimizi verdik və görə indi məhkəməyə qərar verəcək bununla bağlı.